Su içərkən ən birinci kiçikdən başlamaq haqqında Allah Taala ən doğrusunu, ən gözəlini bilir. Mən hədis bilmirəm. Lakin Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm bizlərə, balacalara qarşı, kiçiklərə qarşı rəhimli olmağımızı buyurur. Şəfqətli olmağımızı buyurur. Əgər görsək ki, kiçiklər susayıblar, balacaların suya ehtiyacları var, elə birinci onlara verəyin Allahın izni ilə. Çünki onlar güc cəhətdən zəifdirlər. Bədənən, iradə ilə zəifdirlər. Böyük insanlar, böyük şəxslər güclüdürlər, iradələri güclüdür. Həmçinin bədənləri qüvvətlidir, güclüdür. Amma balacalar zəif olurlar. Davamiyyətləri zəif olur, dözümləri az olur. Ona görə yaxşı olar ki, onlara vermək, içirmək. Belə bir hədisin olmağın kiçiklərə su verilsin, ilk öncə kiçiklər içsin, bilmirəm. Mən eşitməmişəm. Amma ümumi hədislərə və sünnəyə əsasən kiçiklərə təqdim olunması, onların birinci içirdilməsi daha yaxşıdır. Əgər çox ciddi bir, zəruri bir hal yoxdursa, ola bilsin su paylayan şəxs, su verən şəxs özü daha çox suya ehtiyaclıdır, o zaman özü içsin birinci. Özü içsin, sonra balacaya versin. Çünki onun suya daha çox ehtiyacı var. Daha çox susayıb. Belə bir zəruri hal varsa. Amma heç bir zəruri hal yoxdur. Balacaya vermək daha yaxşıdır. Kiçiyə vermək daha yaxşı, daha gözəldir. Bəli.